istifadə edərək 1-dən n-ə qədər tək ədədlər içərisindən 4-ə bölündükdə qalıqda 3 verən ədədləri boş n massivinə daxil edən Python kodu yazın. Verilmiş n ədədi klaviaturanın daxil edən tam ədəddir və ardıcıllığa daxildir. Bunun üçün əvvəlcə n bərabər int input yazırıq. Burada input bizə n-i klaviaturana daxil etməyə, int isə onu tam ədədə çevirməyə kömək edir. Daha sonra boş bir massiv yaradıb onu b dəyişəninə mənimsədirik. Ardınca isə for dövründən istifadə edərək for in range yazıram və bununla da 1-dən n-ə qədər tək ədədləri nə edirəm? Ardıcıllığa salıram. Başlanğıc üçün 1-i götürürəm, sonda isə n üstə gəlsin 1 yazıram. Burada n üstə gəl 1 yazmada məqsəd n-i nəzərə almaqdır. Çünki forda bizdə ən sonuncu yazılan nəzərə alınmadığından n üstə gəl 1 yazılır və n ardıcıllığa daxil edilir. Daha sonra bizə sadəcə tək ədədlərə baxmaq üçün addımı 2 götürürük. Burada məqsəd odur ki, mən addımı yazmadığım halda 1-dən n-ə qədər ardıcıl gedəcəkdir. 1, 2, 3, 4, 5. 2 yazdıqda isə addımı 2 addım ataraq gedir. 1, 3, 5, 7 və s. kimi n-ə qədər ədədləri ardıcıllığa daxil edir. Daha sonra isə biz şərt vasitəsilə həmin ədədlərin 4-ə bölündükdə qalıqda 3 alınıb alınmamasına baxırıq və if operatorundan istifadə edirik. If faiz 4 yazırıq. Buradakı faiz bölünmədə alınan qalığı göstərir. Bunun 3-ə bərabər olub olmadığını yoxlayırıq və əgər ki şərt ödənərsə, bu zaman onu edirik, həmin i ədədini b massivinə daxil edirik. Bunun isə append metodundan istifadə edirik və bu formada yazırıq. Və bununla da alqoritmimizi yekunlaşdırırıq və sualı bitirmiş oluruq.